21-ci əsrdə Bakı şəhərində belə avtobusların fəaliyyəti çoxdur. Xüsusən yay aylarında belə avtobuslarda havalandırma yox, soyuducu yox, oturacaqlar çirkli, patoloq göz qabağında, qəza şəraitində olan avtobuslar vətəndaşlarımızın sağlamlığı üçün təhlükəlidir. Əsasən Azərbaycanda vərəm xəstəliyi az yaşlı uşaqlarda yayılmasının səbəbi də belə avtobusların vaxtı-vaxtında dezinfeksiya olmamasıdır. Belə avtobuslar şəxsi olduğu üçün nömrəsini və adını çəkmək olmur. Xüsusən azadlıqdan və istiqamətlənən belə avtobuslardır və mənzil başına çatan vətəndaşlarımız çox psixologiya və əsəb gərginliyindən yaşayır. Mən dəfələrlə müşahidə etmişəm, fikir vermişəm. Belə bir avtobusları Azərbaycan Respublikasının dövlət başçısından xahiş edirəm. Demək olar ki, cəmiyyət içərisinə və cəmiyyət daşıyıcısı və ictimai cəmiyyətin sağlamlığını qoruması üçün belə avtobusları buraxmayın işə. Müasir və 21-ci əsrə uyğun olan avtobusları işə salın. Misal üçün, Rusiyada, Sibirdə, dünyanın o başında sarı avtobuslar və vətəndaş pul ödədi, əyləşir. Avtobus sürücüsü əgər görərsə, avtobusda bir nəfər ayaq üstə qalıbsa, heç vaxtı sürməz. Çünki məsuliyyətlə